Herkese salam. Belə bir suala baxırıq. Bu sualı bir yerdə işləyəcəyik. Mən işləyəcəm, baxdınız, mən harda səhv eləmişəmsə, siz həmin səhvi düzəltməlisiniz. Deməli, belə bir ədədlər verilib, 3 rəqəmli ədədlərdir. Hər hərf bir-birindən fərqlidir. Bu ədədlərin cəmi maksimum x-dir, minimum y-dirsə, x minus y fərqini soruşur. Birinci rahat işləmək üçün biz bu ədədləri alt-alta yazırıq. L, S, L, E, bir də L, E, S. Baxarsınız, mən nəyə səhv eləsəm deyərsiniz. L-sı, S-les yazdıq və bunların maksimum cəmi x-dir, bunu bilmirik. İndi nə edirəm? Baxıram ki, hansı hərfdən çoxdur? L-dan çoxdur və ona görə, maksimum cəminə görə L-ya 9 verirəm. 2-dən yazdım. 9, 9. Sonra ikinci çox olan E-dir və E-dən ortada da var deyib E-yə verirəm 8. Və yerdə S qaldı, S-ya da avtomatik düşür 7. Və bunu toplayaq. 7 üstə 8, 15, 15-in üstünə də 7 gələndə, 15-in üstə 7, 22, 2 yazıram, 2 yadda qalır. 9, 9, 18, 18-in üstə 8 gələndə, 18 üstə 8, 26, yadda da 2, 28, 8 yazıram, yenə 2 yadda. 7, 8, 15, 15-in üstə 9, 24, yadda da 2, 26. Oldu, maksimum 2682. İndi keçirik minimuma. Minimumu tapmaq üçün yenə E, L, S, L, E və L, E, S. Hesablayaq görək, nə qədər eləyir? Minimumda, burada yenə ona görə çoxlara kiçik ədəd verirəm. Məsələn, L-lar çoxdur deyib, L-lara 1 verirəm. Sonra ikinci çox olan E-dir, E-yə 2 verirəm. Burada əslində E-yə 3 vermək olar, yoxsa 2 versək daha çox olar. E-yə 2 verək və S-dır, S-lara da 3 verirəm. Hesablayaq, 3, 3, 6, aldığınız 2 gəlim 8, 4, yadda qalmayıb, elə 4-dür. 5, 6, 648. İndi bunların fərqini soruşduğuna görə bir-birindən çıxaq. 2682 çıxıram 648-i. 12-dən 8 çıxıram 4, 8 birim verdi, qaldı 7. 7-dən 4 çıxıram 3, 6-dan 6, 0, 2-də düşdü 2034. Baxın, siz mən nəyisə səhv eləmişəmsə, yazın yorumlarda müzakirə eləyək, səhvləri düzəldək.